İnsan ömrünü bir neçə şeyə bənzədirlər. O təmsil, bənzətmə, təşbihlərdən biri də qum saatıdır. Yəqin ki, hər kəs ona diqqət eləyib. Hər bir əslində oradan düşən qum dənəsi, dənəlik, o axır, gedir. Məsələn, o azalanda bəzən adam fərqinə varırdı, onu görürsən. Amma ilkin mərhələdə sürətlə gedəndə neçə dənəsi, qumun o dənəcik deyək də, dənəlik deyək, biraz da kiçik həcmdədir deyə. Hər bir dənəlik əslində insanı ömründən ayrılır və vaxtından gedir. Kimisi o dənələri, belə deyək də, boş yerə sərf edir, kimisi isə onu əbədiyyət bünövrəsinə çevirir. Yəni, hər yerə düşəndə vaxt əslində azalır. Kimisi ilə hədər puç yerlərə, istiqamətə, amma kimisi isə onu əbədiyyət bünövrəsinə çevirir. Nəticədə həyat, bəziləri deyirin, yaşayırıq da, nəfəsdə alıb veririk. Həyat təkcə nəfəs almaqdan deyil, əsl həqiqətdə məsuliyyətli nəfəs almaqdan ibarətdir. Yəni, bu aldığın nəfəsin fərqinə varmaqdadır.